قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ويعبدون من دون الله ما لا يملك لهم رزقا من السماوات والأرض شيئا ولا يستطيعون. Muhterem Müslümanlar, Nahl yani Bal Arısı suresi devam ediyor. Allah Tebareke ve Teala Kur'an'da en çok neyi tebliğ ediyor? En çok Allah Tebareke ve Teala vahdaniyetini, yani ki tek olduğunu, en çok Allah'a şerik karar vermemeyi, o barədə ayələr, en çok ayələr o haqdadır. Ve görürsünüz neçə cümlədirsə ilə Allah'a şerik karar verenler barəsində ayələr, misallar çəkir Allah Teala. Hələ bu yöndə təbliğat çox gedir. Niyə? Çünki İslamın gayəsi odur. Şərti odur. Ən əsas şərti odur ki, Allah'a şərik qərar vermir. Allah'a şərik qərar verdim, İslamiyyətdən çıxarsan, olarsan kafir, cəhənnəmə. Ona görə Allah buyurur ki, Allah'tan başkasına ibadet edenler, yani öyle şeylere ibadet edirlər ki, onların hiçbir yerde ve göydə onları rizqlandırmaya qüdrətləri yoxdur. Yani Allah Teala yerdən ve göydən bizləri semadan rizqlandırır, ruzimizi verir. Ama onlar ona qail değiller. Ama hiçbir şey, yani hiçbir qüdrətləri olmadığı halda, indi o ister insan olsun, qəbir olsun, nə daş olsun, büt olsun, ne olur olsun. Allah'a şərik qərar verirsənsə, o hamısı onun içindədir. Allah Tebareke ve Teala deyir ki, hiçbir şey qadir olmayanları mənə şərik qərar verir. Halbuki hiçbir şey yoktur, o hiç nəyə qadir deyil. وَلَا يَسْتَتِيَقُونَ, yani qüdrətləri deyil, hiçbir qüdrətləri de yoktur. فَلَا تَزْرِبُوا لِلّٰهِ اَمْسَالًا, Allah Tebareke ve Teala barəsində yani misallar çəkmir. İnna ya'lem ma ve entum la ta'lemun. Allah sizin bilmədiklərinizi bilir. Yani misallar çəkirlər də. Bilirsiniz, görürsən yozurlar. İndi də var. Elə dolayısı yollarla yozacaqlar filan, axırı elə eləyəcəklər. Tutaq ki də Allah'tan qeyrisindən nəysə istəmək filan eləmək bəs. Nə istəyirsən Allah məndən istəyir. Mənə şərik qərar vermir. Mənim sifətlərimi bunlarıma, mənim yaratdıqlarıma şamil eləməyin, yəni özüdən unutulmayın. Zərəbəllah məsələ, Allah indi həmin o müşriklər barəsində onları başa salmaq üçün. İstər indiki müşriklər olsun, istər Peyğəmbər Aleyhisselatü Vesselam'ın dövründəki müşriklər misal çəkir, onları başa salmaq üçün doğru dildə. Allah Teala onları görür ki, elimsiz adamlardır da, başa düşmürlər, misallar çəkir, onları başa düşərsin. Abdən məmlukən, məmluk, yəni kölə, qul, quldur, kiminsə quludur, heç nəyi yoxdur. İpdən asılı, belə kölədir, ağası neynəsə, istəsə öldürər, satar, məmnuniyyə. Belə bir adam. Bir qul, məmnunsun, lə yəqdiru alə şeyin, heç bir şeydə yoxdur. Heç nədə qüdrəti qadir deyil bir şeyə. Qüdrəti filan yoxdur, heç nə yoxdur. Və mən rəzəqnəhu minnə rizqən həsənən. Amma bir başqası da indi, ikinci eləli adam, onu deyir, biz rizqləndiririk, gözəl, həsənə, yəni pak-pakizə, halal nemətlərlə o ruzi verilir. فَهُوَ يُنْفِقُ مِنْهُ سِرًّا وَجَهْرًا. O da o Allah'ın, yani bizim verdiğimiz o ruzini ister aşkara, ister de gizlindən Allah yolunda infak edir. Nəfəqə infak deməkdir, yani verir Allah yolunda. Həl yəstəbuna, yani bunlar ikisi bir olabilir mi? Biri kölədir, heç nə yox, heç nədə qüdrəti yox. Ama biri ise Allah ona bol ruzilər verir, bu da Allah yolunda onu paylayır ona. Elhamdülillah, həmd şükür yalnız Allah'adır.
Hem şükür yalnız Allah'adır. Bunun bir sirri var, hikmeti var. Öyle böyle söz değil. Şükür Allah'adır. Bunun hakkında ben bir daha məqalə yazmışam. Sumqayıtda bir qəzetə yazmışdım. O birisi ne deməkdir? Şükür yalnız Allah'adır. Çünkü sen kimi tərifləsən, neyi tərifləsən, istər insan olsun, insanı tərifləyirsən, alimdir məsələn, təqva sahibidir. Onu ne kadar tərifləsən, onu yaradan kimdir? Allah'tır. Yani döndü hareketi Allah'a. Veyahut da bir mal olsun, ya bir şey ev olsun, tərifləyirsən. Ve onu sebep salan, her şeyi eləyən, o Allah eləyir. Bütün neyi fırlatsın, hərləsin, görsə hamısı gəldi Allah'a dönür. Allah yaradır, Allah izin verir, Allah Teala qüdrət verir, qüvvət verir, olurmuş. Ona göre elhamdülillah, yani insana, məhlukat üçün həm şükür yoktur. Şükür yalnız Allah'adır. Yani bir mənada tərif yalnız Allah'adır, o mənada. Yani tərif Allah'a məxsusdur. Ben əksərhum lə ya'ləmun, amma çoxu insanların bunu dərk eləməzlər ki, şükür yalnız Allah'a aiddir. Və zərəbəllahu məsələ, Allah indi ikinci bir misal çəkir, bunları başa salmaq üçün. Ki, rəculeyn, iki dənə kişi, yəni. Əhəzəhumə əbkəmdir. Bunlardan biri dilsizdir, laldır, danışa bilmir. Danışa bilmir, hem de yəqdürü alə şey. Hiçbir şeyde qüdrəti yok, yani elinden bir iş gəlmir, bacarıq falan, hiç ne yok. Hələ bundan əlavə, və huvə kəllun, alə mövlahu. Hem de kölədir, üstəgəl ağasına da bir yüktür yani. Nəinki kömək eləyən, yük. İndi insanlar var, yük olmağı xoşlayanlar, ona buna. Müslüman çalışar, yük olmaz heç. Yüktür. Elinden heç iş gəlmir, həm də dilsiz laldır. Eynəmə yüvəccühü lə yəti bi xeyri. Harada ağasını görürlərsə, yaratmazın bilir. Hara getsə, xeyirsizdir. Xeyir zat yoxdur. Həl yəstəbi huva və mən yəmuru bil ədli və vələ sıratı müstəqim deyil. Heç onunla düz yolda olan insanları ədalətə, düzgünlüyə, haqq ədalətə məsələn, bir-birinin haqqını tapdırmaq, çağıran, Allah'ın hökümlərini deyən, düz yola cəmaatı hidayət etməyə çağıran. Bunlar bir ola bilər mi? Ola bilmez. Yəni Allah Teala hələ bu adi deməli bu Məkkə müşriklərinin falanında, yəni o dövrdə bunu izah edir ki, yəni bunlar bir ola bilməyən halda və sən Allahla görürsən bəndəni nətər Allah'a şərik qərar verirsən. Və lillahi qeybus səməvati vəl-ərz. Yerin və göylərin qeyb sirləri yalnız Allah'a məlum. Bu günləri elm nə qədər inkişaf edib filan, nə qədər inkişaf eləsə, nə edirsə xeyir yoxdur. Allah Təbarəkə və Teala bəzi sirləri bildirməz insanlara, heç var, əməliyyə. Allah'ın elə bizim görmədiyimiz, insanların görmədiyi, bilmədiyi, elə sirlər var ki, bu yerlə göylərə, elə hər yerdədir, bütün kainat. Elə sirlər var ki, Allah bunu bildirməyəcək insana. İnsan nə qədər öyrənsə də çox vayana gedə bilmez. Müəyyən hədd var, ondan sonra məhv olacaq. Biz deyəcək. Və mə əmrü saati illə kəlləmhil bəsir. O cümlədən qiyamət saati, qiyamət anı, qiyamətin günü. Onu da insan, Allah Teala insana heç vaxt bildirməz. İnsanlar bilməzlər, nə zaman olacaq. Deyir o, Allah Teala burada bir kəlləmhil bəsər bir göz qırpımında ola bilər. Yani gözleme bir göz kırpında tez olabilir. Allah'a akrabu, daha tez, ondan da tez olabilir. Görürsünüz. Yani o kıyameti kimse diyebilmez ki, garanti yoktur ki. Ha sen çefelerle var ya mesela 50 gün.
bir göz kırpımında ondan da tez olabilir yani bir anda hemen biri pazarda olanda, çanak boğaz olanda alışverişte, biri yolda olanda kıyamet kopabilir. İnnallâhe alâ kulli şeyin kadir. Allah Teala her şeye kadir, kudret sahibi. Vallahu ekhracakum min butûni ummahâtikum. Sizi analarınızın batninden haric edenler Allah'tır. La te'lemûne şey'en. Hiçbir şey bilmiyoruz. Yani insan uşak dünyaya gelir, hiç ne bilmiyor. Eşitimiz, görünür, bilmiyor, hiç ne bilmiyor. Ve ceale lekumus sem'a. Sonra buna eşitme kabiliyeti Allah bilmezse verir. Vel ebsâre gördür. Vel efide. Gel. Bu ne demektir? Yani insan hak kulağıyla eşiter. Allah'ın yarattıklarına gözüyle bakıp ibret alar. Allah'ın varlığını tasdik ediyor. Kulağıyla eşiter hakkı, Kur'an-ı Kerim'i, başka semavi kitapları emel ediyor. Vel efide yani kalbinde Allah'a iman, Allah'ı tanıyan. لَعَلَّكُمْ تَشْكُرُونَ. Yani bunları size verdiğim nimet olarak ki belki siz Allah'a şükür ediyorsunuz. Elem yarov idel tayri. Bir mecer onlar havaya bakıp uçan kuşları görmürler. Uçan kuşlar. Nece uçur? Müsehharat fil zâv-i sema. Onlar Allah'a tam itaatkardır yani. Boyun eğilir. Zâv-i semâi mâ yumsikuhunne illallah. Onlar yerle göğün arasında yani semada da yerle havada ne yerler? Uçup gelirler. Onların o uçmasını Allah değil onları uçurdu. Onları orada saklıyor köyler. Allah'ın kudretiyle, izniyle onları uçardı. Yoksa Allah izin vermese, o kanunu koymasaydı, bazıları bir şey olurdu. Fiziki kanunu. Ha, fiziki kanunu kim koyuyor? Allah koyuyor. Bütün o fiziki kanunları Allah koyuyor. Tabiat kanunlarını Allah koyuyor. Şiriyeyle yaradır ki o tabiat mesela. İnsan seçer. Deve, mesela deveni de elə yaradır, ancaq ot yiyir, başqa ət yemir mesela. Her şey cazibə qüvvəsində, ondan sonra havanı da, her şeyi Allah yaradır. O kanun, fiziki kanunları da Allah koyur. Onu koymasaydı, mesela gəmi, o misal çəkir. Yasin-i Şərifdə də var. Fülk, yani gəmilər, yüklü olup gəmilər suda üzer. Bu belə var deyəcək fiziki kanun. Fiziki kanunda onu Allah koyub ki, batmır da üzür. İnne fî zâlike le âyetin le kavmin yu'minûn. Bütün bu dediklerimizde ayetler var. Kimler için ama var? O şəxslər için var ki, onlar mümindirlər. Mümin, bəsirətli mümin. İnsan bir şeyi əzbərləyər. Yadınızda saxlayın. Əzbərçi insanlar imanı o qədər olmuyor. Mesela dərk eləmir əzbərliyik. Var elə insanlar var mesela. Onun əzbəri güclüdür. Amma dərrakəsi yoxdur. Hələ kör-körün əzbərliyi amma bir şey deyəndə də o dərk eləmir. Elə dediğini deyəcək. Nə hardasa nəzə eşidib ya görüb, elə onun dediğini deyəcək. Yəni Allah Teala Müslümanın təfəkkürünü yaradır. O insan ki Allah'a inanır, o öyle savadlı adamdır, o tefekkürlü adam.